14 yaşımdan mən rahat nəfəs almaq bilmirdim nədir. Mən buna qarşı Moskvada da başqa həkimlərdən şey götürdüm, müalicə. Yəni ki, o məndə bir dənə bir şey, onu mən alışmışdım ki, o məndə da ömürlük məndən gedəcək. Yəni mən həqiqətən inana bilmirəm ki, o məndən gedib. Yəni mən rahat nəfəs almaq. Gəlirdi elə bil ki, buradan nəfəs, burada bir şey qoymurdu. Nəfəsimi rahat eləməyə də, nəfəs rahat alan verim. Dediyim kimi çox yerdə müalicələr götürdüm. Alışmışdım ki, o məndədir, məndən də gedəcək. İndi siz bir də mən yaxından idi, nə vaxt mənə hər şey gec çatır. Elə bil bir də mən aildim ki, məndə o şey yoxdur da. Daha mən məsələn o əsəbə stressə də baxmırdı. Sadəcə nəfəsi ilə alırdım mən. Hə, indi şeydir. Birdən deyirdim yaqın alışqanlıqdır, amma sizin müalicənizdən sonra gördüm ki, o məndə alışqanlıqsa döymüş. O məndə yaqın ki, nəsə bir qorxudan bir yaranmış bir şey idi da. Hə, elə birdən ayıldım ki, məndə daha o yoxdur. İndi mamama da dedim ki, şeydir, da ayma, məndə belə bir şey var idi. Gör, 10 neçə illik də o məndən idi, o ağrı. Hə, indi şükür həkim, sizin müalicə, yəni ki, valla qılçalarım mən bilirdim, mamam yoddan, Allahınıza and olsun yoddan dururdum. İndi nə bir ağrı kəsici, nə bir yod, heç bir şey istifadə eləmirəm. Sizin yazdığınız dərmanca məni yaxşı edir. Bir dənə dərman içirəm. Bəli, səhər yeməkdən sonra bir dənə dərman içirəm, pis yox. Məni yaxşı eləyir.